Məsələn, təsadüf edilir, belə çox rayonlarda bu pirə ocağa gedirlər, yəni ki, bu salihlərin qəbrinə, özləri iddia etdiyi salihlərdir. Məsəl üçün, belə əsərlər getirirlər, rəvayətlər getirirlər ki, məsəl üçün, ayağı şişmişdir, getdiyi sağaldı, beli tutulmuşdur, bir gün yatdığı gəldi. Mən indi o türevlərdən gəlmir, lap belə çox getirirlər, belə rəvayətlər. Onlara məsəl üçün, bunun nədən, necə baş verir? Yəni, bu proses necə olur ki, doğrudan doğru şişir, gedir orasını istiyor. Aydınlar. Bunun axı bir çox səbəbi var. Məsələn, fayda üçün deyirəm, indi ola bilsin içimizdə ərəb dilini bilən qardaşlar varsa, İbn-i Qeyyim Rəhməullahın İğazatul Ləhvan adında kitab var. Həmçinin Şeyx Albaninin Ət-Təvassul. Şeyx Alban da bu, yəni sualı orada geniş cavablandırıblar. Və İbn-i Qeyyimin kitabı şeytanın hilələrindən danışır. Orada axı bir neçə səbəb ola bilər. Bir neçə səbəb. Birincisi, o məsələdə əsl budur ki, necə ki İbn-i Qeyyim Rəhməlullah deyir, əsl qayda budur ki, indi istisnalar var, qeyd edəcəm. Əsl budur ki, onlar hamısı nağıllardır. Əsl qayda budur. Yəni, gözlə görmədiyicə inanma. Əksəriyyəti nağıllardır. Hə, məsələn, biri danışır, bu Şamaxı yolunda Diri Baba qəbirdən çıxdı, uçdu. Bilirsən ki, bu Quran, sünnə, icma, ağıl, fitrət, hər şey müxalifdir. Bu qeyri-mümkündür. Bu nağıl danışır. Və düyünü tapdaladı, dağa döndü. Deyirəm, düyünü tapdaladı, niyə dağa döndü? Deyir, düyünü tapdaladı. Deyirəm, yaxşıya tapdaladı, bəs niyə döndü? Deyir, günaha batdı axı. Deyirəm, günaha batandan yardım diləyərlər. Gedirsiniz, ziyarət edirsiniz belə. Yaşlı adamdır. Hə. Yəni, özü dediyinin fərqinə varmır ki, nə deyir? Hə. Və ya soruşursan, deyir, kimdənsə eşitmişəm. Gedirsən ona, o da deyir, kimdənsə, sonra o da kimdənsə ki, o ölüb, sənəd qırıldı. Yəni, əsl budur ki, o şeylərdə bunlar uydurmadır. İnsanlar bunu uydururlar. Allah bilir, nəsə olub, qarışqanı eləyiblər fil. Şirdiblər və uydururlar. Bu əsl budur. Lakin həmçinin orada istisna ola bilər. Biri deyə bilər ki, yox. Məsələn, var beləsi. Yəni, qardaş da özü də sələfidir. Bacısı, vaxtı ilə cahilliyində, deyəsən, lal olub, gedib dili açılıb. Belə şey. Və cinni olub, sağalıb, belə şeylər. Bunların səbəbi nədir axı? Birinci səbəb odur ki, insan gedə bilər pirə və doğrudan da oradan ona xeyir gələ bilər. Və xeyir gəlməsinə səbəb ya onun orada ixlasla Allaha dua etməsidir. Çünki bəzən Allah Azza və Cəllə ixlasla, hətta müşrik belə, necə ayədə gəlir, dənizdə onları fırtına tutanda xalis şəkildə Allaha dua edərlər. Və Allah onların xalis olaraq etdikləri duanı qəbul edir, etmir? Edir. Onları sahilə çıxaranda nə olur? Həmən Allah şəriklər qoşurlar. Birinci budur. Ola bilsin, insan, əxi, elə bir halda olub ki, əqidə cəhətdən, məsələn, biz görürük, heç piri qoy qırağa, elə insan var ki, məsələn, anadır, heç namaz qılmır, asiliklər içərisindədir, ana, ata, övladı üçün dua edir və Allah qəbul edir. Çünki Allah ilə qul arasına heç girmir. Və Allah öz əməllərində, feillərində hikmət sahibidir. Aydındır? Burada da hikmətlər ola bilər. Məsələn, hikmətlərdən biri istidrac. Yəni, Allahın səni özün də bilmədən həlakə sürükləməsi. Yəni, məsələn, bir insan, çünki bir yerdən xeyir gəlirsə, o yerin halallığına dəlalətləmir. Qumar oynayan, şərab satan, satdığından və oynadığından nəsə qazanır, mənfəət əldə edir. Onun bu mənfəəti halallığa dəlildir. Dəlil deyil. İstidracdır. O deyə bilər ki, Allah mənə xeyirli bərəkət, ruzu verib. Yox, Allah subhanət Allah sənin ruzunu yox, sənin əzabını artırır. Sən özün bilmədən ona Allahdan bərəkət zənn etsən də. Məsələn, insandır, biz qəlbini bilməsəydi Allah bilir. Gedir pirə, övladı olmuyor. Pirə gedir, övladı olur. Adını qoyur Pir qulu və ya Pir verdi.
Və təbii ki, artıq bu övladını kimdən görür? Pirdən. Əvvəl ildə bir dəfə edirdi ziyarət, indi hər ay edir. Yəni, bunun zəlaləti artdı, artmadı. Artdı. Bu istidracdır. Allahın qulunu özü də bilmədən zəlalətə sürükləməsi. Bu, onun üçün neymət deyil, müsibətdir. Yəni, bu bizə dəlil deyil. Aydın oldu, qardaşlar, bu bizə dəlil deyil. İstəmək olmaz da. Bəli, bu bizə dəlil deyil və misal olaraq ən gözəl misal Dəccal. Dəccal gələndə indiyənəcən yer üzündə heç kəsin görmədiyi şeylər görünəcək. Təsəvvür et, Dəccal gəlir. İnsanı öldürür və dirildir. Və hamı da bunu görür. Doğrudan da öldürdü və dirildi. Sehir deyil, fokus deyil, həqiqətdir. Onda bilinəcək ki, və böyük fitnə olacaq. Böyük fitnə olacaq. Təsəvvür elə, bir qövmün yanından keçəcək, bir qövmü dəvət edəcək, birinci iddia edəcək ki, mən Peyğəmbərəm. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, bilin ki, Peyğəmbərlərin sonuncusu mənəm. Şübhə qapısını bağladı. Və sonra deyəcək ki, mən Allaham, Rəbbəm. Allah Rasul deyir ki, bilin ki, heç kəs ölməmiş bu dünyada Rəbbini görə bilməz. Şübhə qapılarını bağladı. Bir qövmün yanından keçəcək, qövmü dəvət edəcək. Qövmdür. Dəccal gəlib dəvət edir. Qövm onun dəvətini qəbul edəcək. Buluda əmr edəcək. Bulud yağışını yağdıracaq. Yer barını bitirəcək. Bol bərəkət. Dəccalı qəbul etdiyinə görə. Bir qövmün yanından keçəcək, dəvət edəcək. Dəvətinə icabət etməyəcək həmin qövmü quraqlıq basacaq. Fitnəyə bax. Yəni, müsəlman üçün ibrət nədir? Onda, yoxsa Quran və sünnən dediyində aydındır və böyük fitnədir bu. Doğrudan böyük fitnədir. Yəni, insan necə sabit ola ki, qədəmləri haqq üzərində, gözünün qabağında ölünü dirildir, amma sən deyirsən ki, sən kafirsən, sən dəccalsan, sən Allah Rasulunun müjdələdiysən, aydındır. Bu böyük fitnə olacaq və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, elə bir Peyğəmbər gəlməyib ki, öz ümmətini yalancı Dəccalın şərrindən xəbərdar eləməsin. Hətta biz özümüz hər gün namazda onun şərrindən Allah'a sığınırıq. Gör, necə böyük fitnədir, necə böyük şərdir. Yəni, qəbir əzabı ilə, cəhənnəm əzabı ilə yanaşı Dəccalın fitnəsindən Allah'a sığınırsan. Yəni, Dəccalın fitnəsindən böyük fitnə aydındır. Yəni, bunu insan biləndən sonra o fikirlərdə olan şeylər artıq insana heç gəlir. İnsana yanı, həmin mövzuda deyim, bu insana məsələn müəyyən yerinə ağrı vermək və yaxud da tutulmaq, orada çıxması məsələn, o şeyin düzəlməsi, bu cinlər tərəfindən... Cinlərlə də əlaqəli ola bilər, bəli. Onu mən dedim, axı, müxtəlifdir. Əsl budur ki, uydurmadır. İkinci sualım şey, biz... İndi var xavariclər... Çünki bəzən olur ki, cin insanın içinə girir, müəyyən şeylərə nail olur və onu pirə aparanda çıxır. Çünki onun uğuru ondadır. Şirkdən böyünə uğur, küfürdən. Və çıxır, görürlər ki, bu sağaldı. Və səbəb olur, o və onun sağalmasına şahid olanlar ora axışır. Və istədiyinə nail olur. Belə şeylər.